Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bir nömrəli tam orta məktəbdə xoşagəlməz hadisənin baş verdiyi iddia olunur. Xəbər verilir ki, məktəbin 5-ci sinif şagirdi dərs zamanı idman müəllimi Fərqan Xəlizadə tərəfindən vurularaq xəsarət alıb. İddiaya görə hadisə məktəbdə baş versə də, bununla bağlı şagirdin valideynlərinə heç bir məlumat verilməyib. Döyüldüyü iddia olunan azyaşlı baş verənləri özü xəsər xəbərə danışıb. Valideynlər övladlarının xəsarət aldığını yalnız oğlu dərsdən evə qayıtdıqdan sonra öyrəndiklərini bildiriblər. Onların sözlərinə görə uşağın bədənində xəsarət izləri müşahidə olunub və hadisənin təfərrüatları övladlarının izahından sonra məlum olub.